Azərbaycan Dövlət Dəniz Akademiyasının 30 illik və Azərbaycanda dənizçilik təhsilinin 145 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində xüsusi təyinatlı və texniki yönümlü ali təhsil müəssisələrinin tələbələri arasında üzgüçülük üzrə idman yarışı keçirilib. Yarış Azərbaycan İdman Akademiyasının üzgüçülük hovuzunda təşkil olunub. Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan İdman Akademiyası, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Heydər Əliyev adına Hərbi İnstitut və Milli Aviasiya Akademiyasını təmsil edən ümumilikdə 40-a yaxın tələbə iştirak edib. Tədbirdə İdman Akademiyasının prorektoru Rizvan Əliyev və Adnanın prorektoru İradə Süleymanova çıxış edərək tələbələrə uğurlar arzulayıb. Yarışın ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafına töhfəsini qeyd ediblər. Yarış fərdi və komanda növləri üzrə keçirilib. Fərdi yarışda 7 ali təhsil müəssisəsindən 20 tələbə mübarizə aparıb. Komanda yarışında isə 5 ali təhsil müəssisəsinin komandaları iştirak edib. Qaliblər diplom və mükafatlarla təltif olunublar. Tədbir Azərbaycan Dövlət Dəniz Akademiyasının himni ilə yekunlaşıb. Zəhra Rahib qızı, İsmail Rəhimoğlu, Adda xəbər.